Gün qutarır. Toya çağırıblar. Əlbəttə, müəyyən mənada yəqin ki, mən qaydanı pozuram, amma neynəmək olar? Bəzən iş elə gətirir ki, qoyulan qaydaları pozmalı olursan. Məsələ bundadır ki, müəyyən adamlar bəzi mülahizələrə görə sizin işin tezliklə xətm olunub məhkəməyə getməsinə tələsirlər. Kimlərsə bu vəziyyətdən istifadə eləmək istəyirlər. Siz susursuz. Mənimsə qanuna görə istintaqı uzatmağa ixtiyarım yoxdur. İstintaq müddəti qutarıb. Mən istəyirəm ki, siz bunu biləsiniz. Sağ olun. Görürəm, bu xəbər sizi heç təəccübləndirmədi. Niyə təəccüblərim ki? Elə belə də olmalıydı. Nə? Mən nə desəm, necə ifadə versəm də əhəmiyyəti yoxdur. Siz mənə iş verəcəksiniz və salam. Niyə? Çünki burada sizin hamınızı satın alıblar. Necə satın alıblar? Pulla, tanışlıqla. Özünüz yaxşı bilirsiniz. Sözünüzdən belə çıxır ki, müstəntiqlərin hamısı rüşvət alır. Siz bilən yox. Əlbəttə yox. Və sonunda xüsusi maşınlar, bərbəzəkli mənzillər, bağlar, Yapon maqnitofonları, saatları, Amerikan sigaretləri. Bütün bunlar hardandır? Nə maşınım var, nə bağım. Çəkdiyim də Bolqar sigaretidir. Deməli, hələ sizinki qabaqdadır. Mən 11 ildir müstəntiq işləyirəm. Əgər siz doğrudan da belə yaxşı adamsınız, deməli, mənim taleyimi başqaları əl edəcək. Elə niyə? Ona görə ki, siz deyən adamlar çalışacaqlar ki, belə olsun. Onlar hər şeyi bacarırlar. Siz qəzet oxuyursunuz. Qəzet oxusaydınız, bilərdiniz ki, indi Respublikada nələr baş verir. Axırıncı plenumları deyisiz. Plenumları da, görülən tədbirləri də. Ələ vermək istəmədiyiniz adamların kitabları bağlanıb. Gec-tez cəzalarına çatacaqlar. Amma onda sizə kömək eləmək çətin olacaq. Görün başınıza nə oyun açıblar. Mənim başqa çıxış yolum yox idi. Niyə axı? Siz məşhur idmançısınız, dəfələrlə çempion olmuşsunuz. Ad sanınız, təcrübəniz. İstədiyiniz idman klubunda məşqçi ola bilərdiniz. Siz elə fikirləşirsiniz ki, hər idmançıdan yaxşı məşqçi ola bilər. Bilmirəm, adətən başqa ixtisası olmayan idmançılar məşqçi işləyirlər. Məndən məşqi çıxmadı. Əlbəttə, qalıb işləyə bilərdim. Mənə qovan yox idi ki. Ancaq başa düşəndə ki, adamlara heç nə öyrədə bilmirəm. Doğrusu özümdən zəhləm getdi. Uşaqları şikəst eləyə bilməzdim ki, nə bunca zəhmət haqqı verirlər. Sonra, işdən çıxandan sonra peşman oldum. Yarım il işsiz gəzdim. Başa düşdüm ki, nahaq hirslənmişəm. Amma gec idi. Düzdür, sonra mənə təklif edilər ki, məktəbə idman müəllimi gedim. Getmədim, fikirləşdim ki, ayıbdır. Doğrusu mən bu təklifdən pərt oldum. Necə yəni? Bu yaxınlara qədər mən hamıya lazım idim, hörmətim vardı, mənə diqqət, qayğı göstərirdilər. Birdən hər şey qutardı. Hər şey təzədən başlamaq lazım idi. Bizim evin altında foto ateliye vardı. Orada sizin şəklinizi vurmuşdular. Siz güləşçi paltarında, sinənizdə leyent medallar. Təşəkkür. Şamaxı yolundakini deyirsiniz? Aha. Şəkil indiyəcən ortadır. Çoxdandır yolum oralara düşmüş. Təzə mənzilə köçmüsünüz? Sizin dediyiniz o bərbəzəkli mənzillərdən deyil. Mən sizi nəzərdə tutmurdum. Mən incimirəm. Hər yerdə olduğu kimi əlbəttə müstəntiqlərin də arasında nadürüst adamlar var. Amma bir neçə jülikə görə hamı haqqında pis fikirləşmək olmaz. Bir neçə? Görür sizinlə nələr baş verir, necə mübarizə gedir.
Sizin yolunuz heç olmasa bircə dəfə də olsa mərkəzi musiqi məktəbinin yanından düşüb. Mənim oğlum orada oxuyur. Dərslərin başlanmasına biraz qalmış, məktəbin qabağına o qədər maşın yığılır ki, deyirsən bura məktəb yox, nazirlikdir. Amma baxırsan ki, maşından düşənlər uşaq-muşaqdır. Bu uşaqlar tənəffüslərdə bir-birlərinə valideynlərinin xaricdən gətirdiyi şeylərdən, avtomobildən, bağdan, maqnitofondan söhbət açırlar. Sonra da uşaq evə gəlib soruşur. Ata, bəs bu şeylərdən bizim niyə yoxdur? Qalırsan, mat-məətəl heç bilmirsən, nə cavab verirsin? Bəs indi ona nə cavab verəcəksiniz? İndi onun hər şeyi var, ancaq atası olmayacaq.